Britaniyalı bu qaqaş 56 manat 19 qəpiyə BMW 635 CSI sahibi oldu. Deməli 10-11 il əvvəl 19 yaşında öz avtomobilini saxlamaq üçün random bir küçədən özü üçün bir qaraj alır. Hər dəfə də öz qarajına girib çıxanda üzbəüz olan qarajın qapısının biraz açıq olduğu bunun diqqətini çəkir. Günlər keçir, amma o qaraja heç kim gəlib getmir ki, qarajın yiyəsinə xəbər versin. Aylar keçir və artıq dözə bilmir və gedib o qarajın içinə baxmaq istəyir. Bu an içəridə nə görsə yaxşıdır. Damında köhnə örtüyü olan, bəzi pəncərəli olmayan və bəzi əzikləri olan BMW 6-cı seriya. Uje lap ürəyi dözmür və qapını bərk-bərk kilitləyir ki, avtomobilə heç zərər dəyməsin. Situasiyanın üstündən bir il keçir və bələdiyyə xəbər verir ki, qarajların hamısı bir-bir söküləcək. Britaniyalı qaqaşı isə özündən çox həmin o qarajdakı BMW-nin dərdini çəkir. Yiyəsi isə axtarılır, amma tapılmır. Müəyyən araşdırmalardan sonra məlum olur ki, avtomobil 13 ildir sürülmür və artıq 10 ildir ki, bu qaraj bələdiyyənin qeydiyyatında yoxdur. Avtomobil niyəsə tərk edilmişdi. Maşının da sahibi haqqında heç bir sistemdə məlumat yoxdur və bələdiyyə maşını utilizasiyaya göndərib presləməyə qərar verir. Və bu xəbəri eşidən Tyler adlı qaqaşımız cəmi 56 manat 19 qəpiyə bu utilizasiya hazırlanan avtomobili öz adına salır. Avtomobili sökür və tam orijinal detallarla yenisi vəziyyətinə gətirir. Amma təəssüf ki, bir gün sahibi çıxsa, maşını Tylerdən geri ala bilər. Amma 20 ildir sahibindən səs çıxmadığını nəzərə alsaq, bu əfsanə elə Tylerlə bir yerdə qəbrə gedəcək.